Hər kəsə salam, kanalıma xoş gəlmisiniz. Bizimlə sən verilişinin iştirakçısı Aygün sosial media hesabında canlı yayın zamanı Ceyla xanımla söhbət edib. Aslan və Aygünün birlikdə canlıda Ceylan xanımla mübahisə etməsi də canlıya düşüb. Və qeyd edək ki, Ceyla xanım da Aygün və Aslanın qalmaqal yaşadığı Kamil bəylə də canlıda söhbət edib. Həmin görüntüləri sizlərə təqdim edirəm. Ay Azər, qurban sənə. Mənim bu həyatda bir dənə rəfiqəm olmayıb hələ həyatımda. Valla söyürdü sizi bu... Söysün də nə olsun ki? Nə olsun? Nədən də istərində bir də görsən mən söyür deyir. Köpü oğlunun qızı. 2 dəqiqədən sonra başlayır öpür alnımdan ki mənim qeyrətli balam. Ondan sonra mərfətli balam. Nə olsun ki? Deyir zəhmətkeş balam. Salam gözəl insan orada yazanlara deyin ki Kamil qardaş bildi. Evə gedib gic-gic yazanlar deyin. Mən buradaydı, siz buradaydı, Kamil özü buradaydı. Mən eşitdiniz mən nə dedim? Dedilər, belə dedim ki, nə olsun Kamilə deyəcəm, bizə də gəl. Nə var ki burada? Eşitdiniz mənim dediyim sözü? Narahat olmayın, narahat olmayın. Burada yazırlar da, narahat olmayın. Azər, çox sağ ol, ay Azər, təşəkkür edirəm. Çox sağ ol. Buradaydı, eşitdiniz məni, həfsi də, narahat olmayın. Allah şeytan lənət eləsin. Söz də olar, söhbət də olar, dava da olar, dalaş da olar, xoş gün də olar. Ona görə də pis gün ömrü azdır. Heç də narahat olun. Salam Arzu xanım, salam. Necəsiz Arzu xanım? Arzu bezdim yazıb. Arzu, mən takip edirdim. Bu xanım deyəsi takipdən çıxartıb mənə. Eybi yoxdur, nə olar? Nə olar ki? Yəni. Ay Ceyla, ay Can. Aygün niyə dalaşır? Yox, demirəm takip edeyim, vapşi deyirəm ki, yəni takip edirdiniz, çıxartmışsınız. Aygün onlar niyə dalaşırlar? Az belə yaxşı eləyirlər, dalaşırlar. Az bir daha aracaqlar. Bu. Az gəlin qaynana Aygünəm. Aygün mənə oxşayırsan, Aygün. Aygün özümə oxşayırsan, Aygün özümə, mənə, barjıya. Gözəlləşib mənə oxşayır. Oxşayırmı uşaqlar? Başa düşmən nə deyirsiniz? Neyse. Aygün danış Aygün, danış səs veşdi ürəyəm. Danış. Çox sağ ol Sat qaynağı, təşəkkür edirəm. Uşaqlar ekran bəyən, uşaqlar hamınız ekran bəyən. Balığı neynədin? Balıq durur. Balığı gözləyirəm piviyənə sökməyə. Pivə içənlər kimi. Qoymayalım uzaq. Pivə içənlər kimi. Qonaq gedib qayıtmışam. Əcəb eləmsən, lap belə qalımısan. O, onların şəxsi işləridir, sənlə onların şəxsivizdir, yəni. Heç kim işinə müdaxilə eləyə bilməz bu günlərim. Düzdür, ola bilər ki, sosiallaşmış insanlar ola bilərik. Amma heç kimin başı üçün deyil, mən deyirəm bu sözü burada, heç kimin başı üçün deyil. Nə veriliş aparıcısının, nə ümumiyyətlə xalqın, nə millətin, heç bir kəsin ixtiyarı yoxdur ki, mənim gəlib evimin içinə kimsə gəlib, qonaq da gələ bilər, gecə mənim evimdə gecəliyə də bilər, mənim həyatımda olan bir bəy də ola bilər, dostumun yoldaşı da ola bilər, dostu da ola bilər. Heç kimin başı üçün deyir ki, mənim həyatıma burnunu soxsun. O burnu kökündən qopardaram. Başa düşürsünüz? Kökündən qopardaram o burnu. Ona görə də, yəni, hamı dursun yerində. Başa düşdünüz? Nə demək istəyirəm? Heç kimin işinə qarışmasın. Zezi buradadır, Zezi. Mənim dostum, canım arkadaşım buradadır, yəni. Zezi, mənim gülümə bax, Zezi. Bax. Söz qaynağı, baxalı gəl bacım. Uşaqlar, dəstək olun, uşaqlar. Belə. Bəli, Arzu xanım, canımsınız, Uşaqlar, hamımız ekran bəyənin 2 dənə gül lazımdır bana, 2 dənə gül. Ay, Zezi buradadır. Zezi gəlibsə fisə oyun mənimdir, qutardı getdi, yəni. Bu kadar basit. Salam, salam. Amma bunları müdaxilə eləyən çoxdur. Çünki saf insanlardılar. Biraz, yəni, hüquq baxımdan öz hüquqlarını ola bilər ki, tam doğru şəkildə bilmirlər, ola bilər. Yəni, bu da normaldır. Narahat olmayın. Siz də dost olanda mənim kimsinə dost olun ki, heç olmasa durub tərəfinizdə sizin bak kimi dayanımdan, Siz deyirəm, Aygün. Aygün, Aslanı mənə Aslanı göstər. Qardaşımı göstər az mənə. Apar göstər mənə onu. Aslan. Bacım qurban nə tərsən?
Aşın sənin gözlərinə qurban olsun, hədə. Sağ ol, hədə. Hədə sənin yaraşığına qurban olum, hədə. Harasan belə? Ay başladım, getdi bir dənə xaş yedi gözümü sən vurmuşsan. Sən də getmişdin xoşa. Baba. Orada çıxım vermişinə deyir ki, xaş yeməyə gedir deyirsin. Aslan, qurban sənə, öpürəm səni. Mənim bacın səni öpür. Eşitdin? Heç kimdən qorxmursan, çəkinmirsən. Dağ kimi dayanmışam qarşında, arxanda dayanmışam dağ kimi. Mən sənə bir dənə söyləyim, mən qorxan adam oxşuyuram. Yo. Çünki sənin mənim üçün bacım. Söydana. Neyse, öpürəm sənin mamanın da əllərindən, canımsan Aslan. Özündən müğayət ol, qurban sənə. Hə, bu Ceyran ana necəsən ay Ceyran ana? Bu niyə belə küsüb? Pisəm, pis. Ceyran ana, ay Allah, deyir pisəm pis, küsüb də. Küsüb. Ceyran ana gəlin mi ora? Bu görün mən istəyirmi, gəlin mi ora? Canını bağlayıram, zaretkam yoxdur, danışarıq. Tamam.